Mingəçevirdə zirzəmiyə atılmış bir körpə tapılıbdır. Hadisə Heydər Əliyev prospektində Sənaye Parkı ilə üzbəüz binanın zirzəmisində qeydə alınıb. Körpəni həmin ərazidən keçən insanlar tapıblar və təcili olaraq xəstəxanaya yerləşdiriblər. Bu cür hallar çox baş verir. Uşağı dünyaya gətirib aparıb zibilliyə atırlar. Uşağı dünyaya gətirib yol kənarına tullayırlar. Hətta keçən il yadınızdadırsa, qış aylarında bir qadın uşağı xəstəxanada doğub, uşağı xəstəxanada tualetdə unitaza atmışdı. Atıb getmişdi. Uşağı o şəkildə tapmışdılar. Yəni bu cür hallar baş verir. Nə demək istəyirəm? Əgər hər hansı bir səbəbdən hamilə qalıb uşağı dünyaya gətiribsizsə və bu uşağı istəmirsinizsə, onu ölümə tərk etməyin. Onu aparın, aidiyyatı qurumlara təhvil verin. Aparın uşaq evinə verin, körpələr evinə verin. Ora vermək istəmirsinizsə, insanların çox olduğu yerə qoyun. Məsələn, parka qoya bilərsiniz, bir məscidin həyətinə qoya bilərsiniz. Niyə aparıb zirzəmiyə, zibilliyə, nə bilim, unitaza atırsınız? Bilirsiniz niyə atırsınız? Atırsınız ki, ölsün.